Su resurslarının davamlı idarə olunmasında və ekoloji təhlükəsizliyin təmin olunmasında laboratoriya tədqiqatları əsas rol oynayır və bu baxımdan suyun keyfiyyət analizləri ilə məşğul olan laboratoriyamızın fəaliyyəti xüsusilə vacibdir. Keyfiyyət analizləri dedikdə fiziki, kimyəvi, mikrobioloji parametrlər nəzərdə tutulur. Fiziki analizlər hər hansı dəyişiklik baş verdikdə onu erkən mərhələdə aşkar etməyə şərait yaradır. Temperatur, bulanıqlıq, rəng və elektrik keçiriciliyi kimi parametrlər fiziki göstəricilər sırasına daxildir. Kimyəvi analizlərə azot birləşmələri, ağır metallar, neft məhsulları, duzlar və digər potensial zərərli kimyəvi maddələrin təyini daxildir. Bu analizlər vasitəsilə suyun tərkibində olan, lakin gözlə görünməyən çirkləndiricilər müəyyən olunur. Onlar insan sağlamlığına, flora və faunaya ciddi zərər yetirə bilər və uzun müddətli ekoloji fəsadlara səbəb ola bilər. Mikrobioloji analizlər suyun mikroorqanizmlərlə çirklənmə səviyyəsini qiymətləndirir. Xüsusilə fekal mənşəli çirklənmənin göstəriciləri olan E. coli və digər koliform bakteriyaların aşkarlanması ictimai sağlamlıq baxımından çox vacibdir. Bu cür çirklənmə epidemioloji təhlükə yaratmaqla yanaşı, su ilə yoluxan xəstəliklərin yayılmasına səbəb ola bilər. Kompleks analizlər suyun yalnız hazırki keyfiyyətini deyil, həm də uzun müddətli ekoloji prosesləri proqnozlaşdırmağa imkan verdiyindən elmi əhəmiyyət daşıyır. Hazırda isə laboratoriya qurun sularının rejim müşahidə quyularından götürülən su nümunələri üzərində keyfiyyət analizlərini həyata keçirir və nəticələri dəqiq qeydiyyata alaraq müvafiq şöbələrə təqdim edir. Bu analizlər hidrogeoloji sabitliyin qorunması, meliorativ tədbirlərin düzgün planlaşdırılması və resursların davamlı istifadəsi baxımından mühüm əhəmiyyət daşıyır.